Handbol. Handbol idman oyununda başlanğıc zərbəsi proseduru. Handbol oyunun əvvəlində hakimlər püşkatmadan istifadə edir. Püşkatmada qalib gələn komandanın iki seçimi olur. Ya oyuna mərkəzdən başlamağı seçir, ya da ki meydança seçimini edir. Püşkatmada qalib gələn komanda meydança seçimini etsə, digər komanda isə meydança seçimini edir. Birinci hissədə meydança seçimini edən komanda ikinci hissənin əvvəlində oyuna mərkəzdən başlayır. Ümumiyyətlə, handbol oyununda hansı hallarda oyun mərkəzdən başlanılır? Hər hissənin əvvəli və hər qoldan sonra qol buraxan komanda oyuna mərkəzdən başlayır. Əgərsə meydançanın mərkəzində dairə yoxdursa, başlanğıc zərbəsi necə həyata keçirilir? Bu zaman deyirik ki, başlanğıc zərbəsini yerinə yetirən oyunçu mərkəz xətt boyu 1,5 metr qeyri-dəqiqliklə topu oyuna daxil edə bilər. Bu zaman zərbəni yerinə yetirən oyunçunun bir ayağı xətt üzərində olmaqla digər ayağı ya xətt, ya xəttdən arxada olmalıdır. Rəqib oyunçular isə bu zaman həmin nöqtədən ən azı 3 metr məsafədə və özlərinə aid olan hissədə olmalıdırlar. Nə qədər? 3 metr məsafədə. Başlanğıc zərbəsini yerinə yetirən oyunçunun komanda yoldaşları isə sadəcə özlərinə aid olan hissədə. Yəni onlar üçün bu 3 metrlik məsafə tətbiq olunmur. Zərbə anına qədər, yəni zərbədən sonra rəqib tərəfə keçə bilərlər. Zərbə anına qədər rəqib tərəfə keçə bilməzlər. Bu zaman hakim fit verir. Hakimin fitindən sonra 3 saniyə ərzində top oyuna daxil edilir. Neçə? 3 saniyə ərzində top oyuna daxil edilir. Mərkəzdən ötürmə ilə də oyuna başlamaq olar. Birbaşa qapıya da, yəni rəqib qapısına da vurmaq olar. Birbaşa rəqib qapısına vurulan qollar sayılır. Öz qapısına da istər bilərək olsun, istər bilmədən olsun. Topu öz qapısına vurursa, bu zaman da top qapı xəttini keçirirsə, deyirik ki, qol sayılır. Bu oldu əgərsə dairə yoxdursa. Bəs yaxşı, meydançanın mərkəzində dairə varsa necə? Hələ də bəzi müəllimlər bu qaydanı qarışdırır. Dairə olanda mərkəzdən oyuna necə başladılır? Baxın müəllimlər, əgər mərkəzdə dairə varsa deyirik ki, həmin dairənin diametri nə qədərdir? 4 metrdir. 4 metr götürürük diametrini. Radius demirik çünki meydançanın mərkəzində nöqtə yoxdur. Mərkəzi nöqtə yoxdur. Ona görə radius yox, diametr deyirik. Başlanğıc zərbəsini yerinə yetirən oyunçu dairə daxilində istənilən bir yerdən topu oyuna daxil edə bilər. Baxın, buradan da oyuna daxil edə bilər topu. Buradan da edə bilər. Dairənin istənilən bir yerindən, o 4 metrlik dairə yoxdur, istənilən bir yerindən topu oyuna daxil edə bilər. Bu zaman rəqib oyunçular olmalıdır harda? Bir çox müəllimlərimiz hələ də elə bilir ki, dairə varsa da 3 metr. Bəziləri isə elə bilir ki, rəqib oyunçular 2 metr məsafədə olur. Bunlar yanlış fikirdir. Əgərsə dairə varsa deyirik ki, rəqib oyunçular sadəcə özlərinə aid olan hissədə və dairə xaricində dayanırlar. Nə? Dairə xaricində dayanırlar. Bu zaman nə 3 metr, nə də 2 metrlik məsafə tətbiq olunmur. Niyə görə? Baxın, zərbəni yerinə yetirən oyunçu məsələn deyək ki, dairənin rəqibə yaxın olan hissəsindən topu oyuna daxil edir. Bu zaman rəqiblə həmin oyunçu arasında 1 metr də məsafə ola bilər, 1,5 də ola bilər, 2 metr də ola bilər. Buradan yerinə yetirirsə 4 metr də ola bilər. Aydındır? Ona görə deyirik ki, məsafə tətbiq olunmur. Sadəcə rəqib oyunçular dairə xaricində olmalıdır. Zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşları isə özlərinə aid olan hissədə, əgər dairə daxilində hər hansı bir oyunçu dayanıbsa, bu zaman o da dairə daxilində istənilən bir yerdə, hətta rəqibə aid olan hissədə də. Rəqibə aid olan hissə hansıdır? Baxın, bu hissə rəqibə aiddir də. Gəlsə deyək ki, xətt olsa, bu hissə rəqibə aiddir. Yəni dairə daxilində rəqibə olan hissəyə də keçə bilir. Təbii ki, dairə daxilində. Dairə xaricində isə topu oyuna daxil edənə kimi rəqib tərəfə keçə bilməzlər.
Bu zamanda mütləq şəkildə hakimin fitini gözləməlisən. Oyunçu, yəni başlanğıc zərbəsini yerinə yetirən oyunçu qaçaraq da topu oyuna daxil edə bilər. Lakin tullanaraq topu oyuna daxil edə bilməz. Hakimin fitindən sonra əgər hakim fit veribsə, bu zaman neçə? 3 saniyə ərzində top oyuna daxil edilməlidir. Və hakimin fitindən sonra oyuncu topu çiləyə bilməz. Ya topu ötürməlidir, ya da ki qapıya vurmalıdır. Burada da birbaşa vurulan qol sayılır. Bu qədər müəllimlər.